Sosial şəbəkələrdə Bakı çörəyi müəssisəsinə məxsus zavod çörəyinin içərisindən tük çıxdığına dair görüntülər yayılıb. Lakin müəssisə yayılan görüntülərin məqsədli şəkildə təşkil edildiyini bildirir. Yəni iddia olunur ki, bu onlarla rəqabətdə olan digər çörək zavodunun əməkdaşları tərəfindən bilərəkdən edilib. Gigiyena qaydasına riayət olunmur. Orada demirəm hansı marketdən çörək almışam. Bəlkə də çörək alıb paketin içinə gedib digər bizim paketin içinə o çörəyi daxil edib bizə böhtan atır. Çörək aldığı içərisindən tük çıxdı. Sosial şəbəkələrdə Bakı çörək müəssisəsinə məxsus zavod çörəyinin içərisindən yad əşyanın çıxması görüntüləri yayılıb. Görüntülər aidiyyəti qurumları hərəkətə keçirib. Bilmirsən içində İraq bərəkətindən zibildir, saqqızdır, nə bilim, münsirdir, bilmirəm də nədir. Söz gedən faktla bağlı müəssisəyə üst tutduq. Çörəyin içərisindən yad cismin çıxdığı iddia olunan çörək müəssisəsindəyik. Hansı ki, bu müəssisədə bundan çörək halına gələnə qədər məhsul 7 prosesdən, 7 mərhələdən keçir. Zavodun direktoru isə bildirir ki, yalnız milyonda bir halda bu müəssisədə unun çörək halına gələnə qədər içərisindən yad cismin düşmə ehtimalı var. Hansı ki, bu da ona görə mümkün deyil ki, elə müəssisədə müasir standartlara cavab verən avadanlıqlar çalışır. Düşmə ehtimalı isə o halda mümkündür ki, yalnız işçinin ya bilərəkdən, ya da məsuliyyətsizliyi səbəbindən çörəyin içərisinə yad cisim düşə bilər. Müəssisənin direktoru unun ələnməsi, kündələnməsi və bişməsi mərhələsinə kimi məhsulun içərisinə hər hansısa bir yad əşyanın düşmə ehtimalını izah edir. Yəni kiçik müəssisə deyil, böyük müəssisədir və avadanlıqlar, yəni hər bir avadanlığımız var ki, o yad cisim düşmə ehtimalı olmasın. Və sizin bizə göstərdiyiniz videoda ki, təbii ki, baxdınız ki, orada böhtandır. Deyir, zavodun avadanlıqları belə xoşagəlməz halın baş verməsini mümkünsüz edir. Orada videoda göstərir ki, baxın, mən çörəyi almışam, üstü tozludur. Düzdür, çörəyi alıbsa, üstü tozludursa bu çörəyi niyə iade eləmir? Videoya çəkib, yaxşı elib, təzədən iade eləsin. Və bu tozlu, torpaqlı çörəyi aparır evə və kəsir onu. Siz hər bir alətləri də çəkə bilərsiniz, ələk aparatları var orada. Zavodun hər bir yerini çəkib, yəni nümayiş elətdirə bilərsiniz ki, bizdə hansı avadanlıqlardan keçib çörək məhsul olur. Səbuhi Əliyev iddia edir ki, tük istehsal zamanı deyil, digər çörək müəssisəsinin əməkdaşları tərəfindən mağazadan alındıqdan sonra bilərəkdən yerləşdirilib. Onlar bizə böhtan atır. Əgər elə isə çörəyi birbaşa gətirərdilər bizim zavoda və əgər o hal olsaydı belə mən sizi gələn kimi içəri daxil eləməzdim ki, çəkin bizim zavodu. Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən də həmin görüntülər nəzarətə götürülüb. Məsələ agentliyin müvafiq regional bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq araşdırılacaq. İstehlakçılardan xahiş edirik ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə agentliyin 1003 qaynar xəttinə məlumat versinlər. Tükün çıxdığı çörəyin görüntüləri araşdırılması üçün hüquq mühafizə orqanlarına da təqdim edilib. Müəssisə rəhbərliyi tərəfindən araşdırmaların sonunda məhkəməyə müraciət olunacağı da bildirildi. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.